Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Değerli dinleyiciler, elbette ki alemlerin Rabbi Allah öz qullarından ibadəti tələb etdiyi kimi bəzi ibadət növlərinə də olduqca güzəştlər gətirmişdi ki, qulları sıxıntıya düşməsin. Onlardan biri də namaz üçün əmr olunan dəstəmaz və qusulları bəzi zamanlarda bəzi insanları istifadə etməsi, sudan istifadə etməsi mümkün olmadıqda, quslu əvəz edən təyəmmüm qaydasını gətirmişdi dinə. Necə ki, bu barədə Qur'an-ı Kərimdə aləmlərin Rabbi Allah təyəmmüm etməyi icazə vermişdi. Və ayədə belə buyurulur: Ləm təcidu məən fətəyəmməmu sə'idən tayyibə fəmsəhu bivucuhikum və əydikum minhu. Əl-Maidə surəsi 6-cı ayə. Əgər su tapmasanız, o zaman təmiz torpağa məs edin və o torpağı üzünüzə və əllərinizə sürtün. Deməli, su tapmadıqda təyəmmüm edin və sonra deyir, təmiz torpağa təyəmmüm edin və sonra deyir və ondan, yəni torpaqdan üzünüzə və əllərinizə sürtün. Deməli, su tapmadıqda və yaxud da ki, bəzi hallarda ki, onu indi diqqətinizə çatdıracağam, o hallarda su ilə yox, torpaq ilə təmizlənmə icazəlidir. Bu da mərhəmətli Rəbbimizin bizim üçün şəriəti yüngülləşdirməsidir. Hələ buna görə də Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İzə amartukum bi əmrin fa'tu minhu məstəta'atum. Sizə nəyi əmr etdimsə, etdiyim əmirləri bacardığınız qədər edin. Yəni, gücün yetəni et. Nəyə gücün yetmədisə, o zaman sən üzürlü sayılırsan. Deməli, bir müsəlman məlumdur ki, bəzi hallarda qusul verir. Ki, keçən dərsimiz qusul barəsində oldu. Tutaq ki, cənabətlidir. Yəni, cinsi münasibətdə olub, üzərində cənabət qusulu var. Və yaxud da ki, qadındır, adəti halındadır, adəti halından təmizlənib və yaxud da nifas halından təmizlənib. İndi qusul almalıdır, amma su yoxdur. Su yoxdur nədir? Müasir dövrümüzdə su yoxdur necədir? Su gəlmir. Su sayğacı bağlanıb. Su borcu var, su gəlmir. Və yaxud da ki, hadisə olub, su gəlmir. Və əldə su edə bilmədi. Bu səbəbdir. Təyəmmüm etməyə icazə verilən bəzi hallar var. Onlardan birincisi su tapılmamasıdır. Su tapılmaması ya səhradadır, su yoxdur. Və yaxud da ki, evindədir, amma su gəlmir. Ki, axı bu çinməlidir, su gəlmir. Tutaq ki, evində azacıq su var, o çinmək üçün deyil. Deməli, bu səbəbdir. Sonra, su var, amma istifadə etmək mümkün deyil. Misal üçün, su var, amma istilik sistemi işləmir. Ya qaz yoxdur, ya işıq yanmır, yəni su soyuqdur. O suyla çimsə, xəstələnəcək. Və yaxud da ki,
çimmək şəraiti yoxdur. Çimməyə yer yoxdur. Bunlar hamı səbəbdir. Və yaxud da ki, su var, yemək üçün götürülmüş sudur. O suyla qusul versə, içməyə su qalmayacaq. Bax, bu da səbəbdir. Və yaxud da ki, su var, təmiz deyil. Yəni, murdardır. Təmiz, yəni bu o demək deyildir. Lap elə çöldə, gölməçə suyu da olsa, təmizdir. Günəş dəyən sular təmizdir. Amma murdar sudursa, yəni bundan insan öz bədəninə vurmaz. Bax, belə olduğu halda. Və bir də səbəblərdən biri vaxtın çıxmasına az qalmasıdır. Yəni, cənabətli idi, yatmışdı, bir də oyandı. Gördü ki, misal üçün deyirəm, sübh namazının vaxtının çıxmasına, yəni qəzaya keçməsinə 10 dəqiqə qalıb. Bu fikirləşdi ki, mənim qusul verib, çıxıb bu namazı qılmağa çatmayacağım. Və təcili təyəmmüm edir və namazını qılır. Təkcə sübh namazını, və yaxud da hansı namaz idisə qəzaya keçirdi, təcili təyəmmüm edir və o namazı qılır. Amma ondan sonraki namazlar üçün bu üzür sayılmır. Deməli, bu üzürlər, dediyimiz üzürlər, su tapılmadıqda və yaxud da ki, su var, istifadəsi mümkün deyil və yaxud da ki, içməyə su lazımdır, o sudur və yaxud da su təmiz deyil, bu durumlarda təyəmmüm etmək icazə verilmişdir. Təyəmmüm hansı formada edilir? Təyəmmümü Allahın Resulü sallallahu aleyhi və səlləm Ammar radiyallahu anhuya göstərmişdi qaydasını ki, İnnəmə yəkfikə ən tadribə biyədeykəl arda darbatan vahidə thümmə təmsəh bihimə vəcəhəkə və kəffeykə. Təyəmmümü iki ovucunuzu, yəni Bismillah dedin və bir də niyyət etdin ki, nəyə görə təyəmmüm edirəm? Deyir, cənabət quslunun əvəzinə təyəmmüm edirəm. Və yaxud da heyz quslunun və yaxud da nifas quslunun əvəzinə təyəmmüm edirəm. Bunu deyir. Və yaxud da ki, dəstəmaz əvəzinə təyəmmüm edib. Bu da mümkündür. Biz bayaqdan qusuldan deyirik, ola bilər dəstəmaz üçün təyəmmüm etsin. Dəstəmaz üçün nədir? Misal üçün, əllərində Allah qorusun, yara var, su vura bilməz ora. Nə edəcək? Təyəmmüm edəcək. Təyəmmüm edəcək. Adətən belə olanda digər, yəni sağlam olan orqanları yuyur, harda ki yara var, oranı yumur və sonra təyəmmüm edir. Yəni, dəstəmaz əvəzinə də təyəmmüm var və yaxud da ki, su yoxdur heç. Su yoxdur. Nə edir? Təyəmmüm edir. Deməli, niyyət edəndə niyyətdə bildirir. Hansı qusulun əvəzinə edirəm və yaxud da ki, dəstəmaz əvəzinə təyəmmüm edirəm. Qəlbindən keçirtdi. Deməli, Bismillah dedi, niyyət etdi. İki ovucunu vurur torpağa. İki ovucunu vurur torpağa. Təyəmmüm ümumiyyətlə torpağa edilir. Ya qum, ya torpaq, ya mərmər daşı, ya əhəng daşı, mişarlanmış daş, yəni ruscası kubik. Yəni o da təyəmmüm üçün keçərlidir. Deməli, bunlardan birini evində qoyur. Misal üçün, bir balaca qabın içinə, iki ovucu yerləşəcək qabın içinə qum tökür, qoyur evində bir tərəfdə. Zaten ibadət əhlidir, özünün, ailəsinin lazımı olacaq. Ona görə evin bir küncündə onu saxlayırsan. Haçan təyəmmüm etmək istədikdə, bax, iki ovucunu niyyət etdin, Bismillah dedin, iki ovucunu vurdun torpağa, ya quma, ya mişar daşına. Elə ki, vurdun iki ovucunu, elə həmən ovucunu üzünə sürtüsən. Alnından, tük çıxan yerindən çənənə doğru çəkirsən. Üz, dəstəmazda haranı yuyursan, o hissəyə iki əlini sürtürsən. Sonra da sol əlini sağ əlin biləngindən barmaqlarına doğru sürtürsən və sonra sağ əlini sol əlin biləngindən barmaqlarına doğru sürtürsən.
Deməli, bir yerə vurmaqla, torpağa vurmaqla üzünə və əllərinə çəkdin, bununla da qusul verilmişdi. Ya da dəstəmaz alınmışdı. Bir versiyada da 2 zərbə vurursan. Bir dəfə əlini vurdun torpağa, əlini üzünə sürtürsən, ikinci dəfə əlini torpağa vurub, sağ əlinə, sol əlinə sürtürsən. Bu da elədi 2 zərbə. Hər ikisi keçərlidir. Ən səhih görüş bir zərbə vurmaqdır. Ki, bu daha sənədləri səhihdir. Ammar radiyallahu anhudan rəvayət olunmuşdur. Deməli, təyəmmümü bu formada etdin. Və bununla da sən artıq namaz qılmağa hazırsan. Təyəmmüm etmisən. Yalnız cənabətli olduqda, təyəmmüm etmək istəyəndə, yaxşısı budur ki, mümkündürsə əgər sudan istifadə, yəni azacıq istifadədə, qurşaq hissəsini yuya bilirsə, yusun. Əgər yuya bilmirsə, yəni su soyuq, həmən söhbətdir, o zaman heç ona da ehtiyac qalmır. Təyəmmümlə bütün dini işləri görə bilir. Namaz qıla bilir, Qur'an oxuyur, daha düşünməyəcək ki, mən çinməmişəm. Təyəmmüm etmisənsə, deməli çinmisən sayılırsan Allah yanında. Götür Qur'anı oxu, məscidə girə bilərsən. Namaz qıla bilirsənsə, deməli bunların hər biri sənə icazəlidir. Təyəmmüm bir formada olur. İstərsən qusul əvəzinə təyəmmüm et, istərsən dəstəmaz əvəzinə təyəmmüm et. Fərqi yoxdur, eyni formadadır. Bismillah, 2 ovuz vuruldu torpağa, üzünə sürtdün, əllərinə sürtdün, bitdi. Gedirsən, edəcəyin dini əmrləri icra edirsən. Soyuq səbəbilə təyəmmüm etmək, yəni çöldə soyuq olmaq səbəbilə, insan yenə də təyəmmüm edə bilir, dəstəmaz almır. Yəni, o qədər soyuqdur ki, düşünür ki, mən qollarımı çırmalasam və yaxud da ki, ayağımı yumalı olsam, mən burada hökmən xəstələnəcəyəm. Belə olan təqdirdə təyəmmüm edirsən. Necə ki, sahabələrdən Amr ibn Əs yuxuda ihtilam olur, cihadda. Yuxuda ihtilam olur və durduqda təyəmmüm edir. Təyəmmüm edir və özü də cəmaata imam qalır. Çünki komandan idi, ordu başçısı idi. Cəmaata imam qalır. Bəziləri buna deyirlər, bəlkə imam qalmayasan, deyir, sizin əmiriz mən deyiləm, imam mən qalmalıyam. İmam qalır və cəmaata namazı qıldırır. Rasulullahın yanına çatdıqda, yəni Mədinəyə qayıtdıqda, Allahın Rasuluna deyir, ya Rasulullah, mən belə bir iş görmüşəm. İhtilam olmuşdum, yəni yuxuda şəhvətli yuxu görmüşdüm və durdum, gördüm ki, üzərimə cənabat qusulu gəlib. Mən təyəmmüm etdim, cəmaata namaz qıldırdım. Allahın Rasulü deyir ki, Subhanallah, sənin üzərində qusul ola, sən daha doğrusu təyəmmümlü ola, cəmaata bir imam da qalmısan. O, Allahın Rasuluna, təsəvvür edin, sahabə, Allahın Rasulü üçün Qur'andan ayə oxuyur. Ən-Nisa surəsi, bəli, səhv etməsəm 29-cu ayədir. Ən-Nisa surəsindən o ayəni oxuyur ki, özünüzü öldürməyin, Allah sizə qarşı mərhəmətlidir. Məgər Rəbbimiz deyir, Qur'anda belə demirmi? Allahın Rasulü deyir, bəli, belədir. Deyir, mən özümü niyə öldürməliydim ki, o şaxtada mən qusul versəydim, ölərdim. Allahın Rasulü gülür, deyir, Subhanallah, nə gözəl dəlil gətirdin sən. Deyir, bəli, ya Rasulullah, ona görə etmişəm. Deyir, doğru etmişsən. Deməli, hətta imam qala bilər, təyəmmümlü birisi. Bu o demək deyildir, bu təyəmmüm edib ikinci dərəcəlidir. Xeyr, burada dərəcə sözü yoxdur. Bir də diqqətinizə bunu çatdırım, dəyərli müsəlmanlar. Bir qrup insan belə danışır. Mənim deyir, ürəyimə yatmır təyəmmüm. Məgər kimin xoşuna gəlir ki, təyəmmüm? Kim deyir ki, çaş ki, hələ təyəmmümlə namaz qılardıq? Bu doğru deyil ki, dəstəmaz və qusul etməliyik.
Amma bayaq saydığımız şərtlər olduqda hökmən təyəmmüm etməlisən. Özünü çətinə salıb, xəstələndirib, sonra daha vacib işləri tərk etməyin daha qorxuncdur. Təyəmmüm güzəştdir. Allah onu bizə güzəşt eləyib. Bizim ona ikinci dərəcə kimi, belə zəif kimi baxmağımız doğru deyil. Hətta bəzi cahillər təyəmmüm etməli olduğu vaxtı heç namaz qılmır. Deyir ki, mənim ürəyimə yatmır təyəmmüm eləmək. Güya ki, bu o qədər mömindir. Deyir ki, mənim ürəyimə yatmır təyəmmüm eləmək. Ona görə qılmadım. Güya ki, Allah da bunu alqışlayacaq ki, halal olsun belə qula. Bax, təyəmmüm etmədi, amma qılmadı. Sən dindən çıxa bilərsən. Sənin hər işin qaydasında olduğu halda sən necə namaz qılmazsan? Deyərsən ki, mən qüsul verə bilmirəm. Ki, bəzilər deyir ki, yorumlarda da belə bir sual oxudum. Cavanların çoxu deyir, qüsul verə bilmir deyə namaz qılmır. Düz edir ki, o. Məgər Allah ona deyəcək, eyb yox, düz etmirsən? Xeyr, Allah qorusun. Bəlkə də Allah onu dindən çıxardıb. Çünki o, necə namazı tərk edər? Namazı tərk edib özünə müsəlman demək nə qədər gülüncdür. Təyəmmüm Allah sənə güzəşt verib, təyəmmüm elə. Biz məntiqlə axtara bilmərik ki, təyəmmüm nəyi təmizləyir ki? Əlbəttə ki, mən Həzrəti Ali demişkən, din bizim ağlımızla ölçülmür. Din bizim ağlımızla ölçülsəydi, mən deyir, corabın üstünə yox, altına məs çəkərdim. Corabın üstü yerə dəymir ki, altı yerə dəyir, onu təmizləmək lazımdır. Amma Allahın Rəsulu geyindiyi xoffun, corabın üstünə məs çəkərdi. Biz də belə edirik. Bunu Əli ibn Əbu Talib deyir. Və orada o deyir, din bizim ağlımızla ölçülmür. Bəli, biz ağılla ölçmürük ki, torpaq nəyi təmizləyir. Bilmirik ki, elmi dəlilimiz yoxdur əldə. Amma nas vardır, fakt vardır əldə ki, qusulun dəstəmazın əvəzinə belə edə bilərsən. Biz də etməliyik. Dəyərli gənclər, bacarmadın, su tapa bilmədin, amma şərtlər tamamlananda, birdən birisi tənbəllikdən təyəmmüm edərsə, özünü aldatmasın, o namaz qılmamışdı. Qıldığı namaz da əbəsdir. Tənbəllikdən təyəmmüm olmaz. Ala bilmirəm, çətindir, belə şey yoxdur, heç çətin deyil. Nə oldu, əl üzünü yuya bilirsən, dəstəmaz ala bilmirsən, al. Amma bu şərtlər olanda xəstəlik ehtimalı yoxdur, daha məcbursan, bəli, təyəmmüm elə. Və evində də həmişə torpaq gəzdir. Evimin etibarlı yerində o torpağı saxla ki, uşaqlar dağıtmasın. Hər zaman baş verdi, daha gedib torpaq axtarma. Yağışda palçıq olacaq torpaq, ondan edə bilməzsən. Sonra, təyəmmüm ümumiyyətlə haçana qədər davam edir. Deməli, hansı səbəbdən təyəmmüm etmisənsə, yəni su yox idi, su gəlmirdi, binada yaşayırsan. 20-ci mərtəbədə su yoxdur. Nə edəcəksən? Su gəlmir və təyəmmüm etdin, namazı qıldın. Elə ki, su gəldi, su gələn kimi təyəmmüm pozulur. Çünki təyəmmümün etmə səbəbi qaldırıldı. Yalnız namazın içində olsan, daha onda namazını qılırsan. Və yaxud da ki, namazı yeni qılıb bitirmişdin, su gəldi. Artıq təyəmmümün pozulub. Həmən namazın vaxtı qəzaya keçməyib. Bu o demək deyildir, o namazı yenidən qıl. Yox. Nəyi təyəmmüm ilə qılmısansa o səhihdir. Ondan sonraki dini işləri həmin təyəmmümlə edə bilməzsən. Misal üçün, zöhr namazı vaxtı idi, təyəmmüm elədin, gəldin zöhrün sünnələrini qıldın. Lap fərzini də qıldın. Zöhrdən sonraki sünnəni qılmağa hazırlaşırdın ki, işıqlar yandı, ya su gəldi, ya su qızdı, nəsə tapıldı. Su, problem həll oldu. O zaman növbəti namazı gedib dəstəmaz alıb qılacaqsan, ya da qusul verib qılacaqsan. Çünki artıq problem həll oldu. Nəyi isə qılmışdın, o keçdi, səhihdir. Deməli, təyəmmümün müddəti problem həll olana qədərdir. Birdən problem həll olmasa,
Problem həll olmasa, bir təyəmmüm etmisən, zöhrü qılmısan, sünnələrini qılmısan. İndi əsr namazı çatıb. Əgər dəstəmazı pozan amillərdən birini etməmisənsə, təyəmmüm də dəstəmaz kimidir. Nə dəstəmazı pozur, təyəmmümü də pozur. Yel çıxmaq, yatmaq, ağlın başdan getməsi ki, bunlar necə dəstəmazı pozur, hələ təyəmmümü də pozur. Təyəmmümdə bir dənə pozan amil üstəgəl problemin həll olmasıdır. Dəstəmazdan əlavə bir də problem həll olanda təyəmmüm pozulur. Deməli, bunlardan biri baş verməyibsə, hələ həmən təyəmmümlə növbəti namazı da qıla bilərsən. Söz yox, yenidən təyəmmüm eləsin, nə rahat, nə gözəl. Get yenidən eylə. Amma qıla bilərsən. İstəsən, hələ həmən təyəmmümlə növbəti namazı da qıla bilərsən. Bu o demək deyildir, hər namaz üçün təyəmmüm etməlisən. Bir də diqqətinizə bunu çatdırım. Bu deyilənlər hamısı təyəmmümün problemləri, təyəmmüm üçün şərtlərdir. Bunu yadda saxlayın ayrı-ayrılıqda. Bir nəfər təyəmmüm eləyib qusul əvəzinə. Qusul əvəzinə. Cənabət qusulu var, edə bilmir. Təyəmmüm elədi, elədiyi o təyəmmüm ilə bir namazı qıldı. Misal üçün, sübh namazını qıldı. Cənabət qusulunun əvəzinə təyəmmüm etdi, qıldı. Növbəti namaz gəldi. Zöhr namazı. O, artıq qusulu verib. Artıq qusulu verib. Dəstəmaz alıb, zöhr namazını qılacaq. Dəstəmaz alıb, zöhr namazını qılacaq. Çünki qusulu artıq qaldırıb. Problem də həll olmayıb. Problem həll olmayıbsa, növbəti namaz üçün dəstəmaz alıb, namazlarını qılacaq. Yoxsa hər namaz üçün təyəmmüm eləməyəcək. Dəstəmaz alacaq. Çünki əsr namazında problem nədir? Yoxdur ki problem. Qusulu vermisən də, təyəmmümlə onu qaldırmısan. Bax, ona görə növbəti namazları ancaq dəstəmaz alacaq, ta problem həll olana qədər. Əgər birisi dəstəmaz alıb, təyəmmüm edib cənabət qusulunun əvəzinə. Təyəmmüm edəndən sonra dəstəmazı pozan amil baş verdi. Misal üçün, yel çıxdı ondan. Və yaxud da ki, yatdı. Bir 3 dəqiqəlik yatdı, oyandı, artıq dəstəmaz almalıdır. Çünki qusulu verib, qusul əvəzinə təyəmmüm edib, dəstəmazı yeniləməlidir, almalıdır suyla. Çünki dəstəmaz ala bilir, qusul verə bilmir. Sonra, bax, bəzi insanlar toza təyəmmüm eləyirlər. Götürürlər, balışa əllərin vururlar, yorğana əllərin vururlar. Elə bir nənələrimizdən qalıb bu. Bu köhnə qadınlar bunu eləyərdilər. Bu isə doğru deyil. Və yaxud da ki, bəzi yerlərdə xalçanın altında nəsə bir toz olsa, əllərini ora sürtürlər. Dində toz sürt sözü yoxdur. Allah bizə torpaqdan, minhu, yəni torpaqdan üzünüzə sürtün. Toz demədi. Yəni, torpaqdan da ki, götürəndə torpaqdan toz götürmürsən. Torpağa əlivi vurursan, onu üzünə sürtürsən. Ya da ki, mişar daşına, kubika. Əlini vurdun, üzünə sürtürsən. Daha bir yerdən toz yığmaq yoxdur. Ona görə də toza təyəmmüm yoxdur. Sonra bəzi materiallar var ki, ona təyəmmüm edilməz. Bunları da yadda saxlayın. Kərpic. Kərpic xalis mal deyil, məhsul deyil. Kərpic bişmiş torpaqdır. Və ona bəzi məhsullar qarışdırılır. Ona görə kərpicə təyəmmüm edilməz. Kafelə təyəmmüm edilməz. Mərmərə olar. Çünki mərmər xam maldır, yerdən çıxır. Xalis məhsuldur. Amma kafel isə bişib düzəltmədir. Yəni, bir şeylər ona qarışdırılmışdır. Betona təyəmmüm olunmaz. Beton, sement. Ona təyəmmüm olunmaz. Çünki qarışıq maldır. Yəni, xam mal deyil. Asfalta da təyəmmüm edilməz. Şüşəyə, saxsı, yəni bunlara təyəmmüm edilmir. Hələ saxsı kərpic deməkdir də, eyni cinsdir də, bişmiş torpaq. Rezin materialına təyəmmüm olmaz. Xalçaya təyəmmüm olmaz.
Çünki bunlar təyəmmüm üçün keçərli deyil. Təyəmmüm yalnız dediyimiz kimi qumdur, torpaqdır, mişar daşıdır, mərmərdir, əhəng daşıdır. Yəni yerdən çıxan, yerdən nə çıxırsa o. Çünki ayədə səid sözü keçir, səid. Səid yer səthinə deyilir. Yəni yerdə nə var ona təyəmmüm etmək olar. Amma yerin məhsulu, hada yerdə zirzibil də olur. Yəni yerin məhsulu, yerdən çıxan çınqıl daşı, qum, onların hamına təyəmmüm etmək olur. Dəyərli insanlar, aləmlərin Rabbi Allah bizim üçün dinimizi asanlaşdırmışdır. Dinimizi öyrənək ki, yanlış iş görməyək, ibadətlərimizi zayi etməyək. Allah bizim ibadətlərimizi qorusun və bizi sonuna qədər dini bilən və dindən doğru, dürüst rəftar edən olaq və beləliklə də bilmirəm sözünü deməkdənsə öyrənək ki, bilirəm deyək və bildiklərimizi də yeni nəsillərimizə öyrədək ki, onlar da bizdən sonra bu dini davam etdirə bilsinlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.